Nuklein turşuları. Nuklein turşularını ilk dəfə 1869-cu ildə Mişir alim tərəfindən ölmüş leykosit nüvəsində tapılmışdır. Yəni nuklein turşuları latınca nukleus nüvə turşuları deməkdir. İlk dəfə nüvədə tapıldığına görə nukleus adlandırılmışdı. Lakin sonralar nuklein turşuları mitoxondridə, plastitlərdə, ribosom kimi orqanoidlərdə də mövcudluğu məlum olmuşdur. Yəni nuklein turşularına biz həm mitoxondrdə, həm xloroplastlarda, plastitlərin digər növlərində də leykoplastlarda, xromoplastlarda, mitoxondrdə, nüvədə biz nuklein turşularına rast gələ bilərik. Hətta sitoplazmada da nuklein turşularına rast gəlinir. Nuklein turşuları iri təbii biopolimerlərdir və nuklein turşularının biz əsas xüsusiyyətlərindən biri irsi məlumatın nəslə ötürülməsi və irsi məlumatın saxlanılması və zülalların sintezində iştirak edir. Nuklein turşular dedik ki, təbii üzüm biopolimer maddələrdir və nuklein turşuları öz quruluşuna görə iki qrupa bölünür. Dezoksoribonuklein turşusu və ribonuklein turşusu. Hər bir nuklein turşusunun monomeri nukleotiddir. Biz dedik ki, biopolimer maddələr monomerlərdən təşkil olunmuşdur. Monomerləri eyni də ola bilər, müxtəlif də ola bilər və nuklein turşularının monomerləri nukleotid adlanır. Bu şəkilə diqqət yetirək. Hər bir nuklein turşusunun monomeri nukleotid adlanır və hər bir nukleotid 3 hissədən ibarətdir. Birinci azot əsası, karbohidrat və ortofosfat turşusu qalığından təşkil olunmuşdur. Azot əsaslarının ümumi sayı, yəni burada məsəl üçün bir nukleotidin tərkibində ümumi 500 azot əsası varsa, deməli 500 karbohidrat var, 500 ortofosfat turşusu qalığı deməkdir. Yəni azot əsaslarının sayı nukleotidin sayına bərabərdir və yaxud da 500 karbohidrat varsa, karbohidratın sayı nukleotidin sayına bərabərdir. Bunların sayı həmişə məsələ şərtində verilsə, azot əsaslarının sayını karbohidratların sayına bərabər götürürük, karbohidratların sayını da ortofosfat turşusu qalığına. Yəni məsələdə bizə testlərdə verilsə ki, nukleotiddə 1000 ortofosfat turşusu qalığı var. Bu nə deməkdir? Yəni 1000 karbohidrat var, 1000 ədəd azotlu əsas var, 1000 ədəd nukleotid var. Bunu yadımızda saxlayaq. Bəs azotlu əsasların dedik ki, ümumi sayı. Təbiətdə azot əsasların 5 növ azot əsasları vardır. Bunlara məsəl üçün sitozin azot əsasını, guanin azot əsası, adenin, timin və urasil azot əsasını misal göstərə bilərik. Şəkildə diqqət yetirək, urasil azot əsasını deyə bilərik. Yəni təbiətdə 5 ədəd azot əsası var və təbiətdə 8 növ nukleotid vardır. Bu 8 növ nukleotidin 4 növü, burada da zəncirə fikir versək, 4 növü bizdə əmələ gəlir. 4 növü qeyd edilir RNT-də, ribonuklein turşusunda, 4 növü isə DNT molekulunda rast gəlinir. Yəni təbiətdə 5 ədəd azotlu əsas var, 8 növ nukleotid var. Bu 8 növ nukleotidin 4 növü RNT molekulunda, 4 növü isə DNT molekulunda olur. Diqqət yetirməli məqamlarımızdan biri də məsələ şərtində əgər bizə hər hansı bir azot əsasının sayını verərsə, məsəl üçün göstərər ki, qanun azot əsasının sayı 100 ədəddir. Deməli, biz qanun azot əsasının sayı 100-dürsə, bu o demək deyil ki, burada 100 ədəd nukleotid var. Bax, bu şərtə diqqət yetirmək lazımdır. Amma ümumilikdə desək ki, ümumi azot əsaslarının sayı 500-dür, bəli, onda karbohidratlarımızın sayı 500 olar. Nukleotid sayı 500 olur. Amma hər hansı bir azotlu əsaslardan birini versə, biz onu ümumi sayı bərabər götürə bilmərik. Bu şərtə diqqət yetirmək lazımdır. Gəlin görək, bu azot əsasları ölçülərinə və quruluşlarına görə iki qrupa bölünür. Purin tərkibli azot əsasları var. Purin tərkibli və pirimidin tərkibli azot əsası var. Purin tərkibli azot əsaslara guanin və adenin nukleotidini, pirimidin tərkibli azot əsasları isə sitozin, timin, urasil. Yəni bu nə deməkdir? Purin tərkibli azotlu əsaslar guanin və adenin ölçüsü böyükdür. Sitozin və timin, urasil
nukleotidlərinin ölçüsündən. Yadınızda qalsın. Ölçü ayrıdır, say ayrıdır. Mən hələ ki ölçülərdən danışıram ki, dedik ki, adenin və guaninin ölçüsü bir-birinə bərabərdir. Yadınızda saxlayın bu şərti. Adenin azotlu əsasının ölçüsü qanin azotlu əsasının ölçüsünə bərabərdir və yaxud da tərsinə göstərilə bilər. Və timin azotlu əsasın ölçüsü stozinə və yaxud da timinin yerinə də biz urasil yaza bilərik ki, urasil azotlu əsasının ölçüsü stozinə bərabərdir. Bunu yadımızda saxlayaq. Və yaxud da şərtdə, məsələ şərtində verilər ki, adenin bərabərdir guaninə, böyükdür timin bərabərdir stozinə. Yəni, adenin və guanin azotlu əsaslarının ölçüsü timin və stozin azotlu əsaslarının ölçüsündən böyükdür. Bundan başqa biz dedik ki, nukleotidin tərkibində karbonat vardır və bu karbonat da nuklein turşularına görə dəyişir. Əgər karbohidrat ribozadan təşkil olunmuşdursa RNT-yə aid edilir, yəni RNT ribonuklein turşusuna, dezoksiribozadan təşkil olunmuşdursa karbohidrat DNT molekuluna aid edilir mütləq şəkildə. Deməli, azotlu əsaslarımız olur. Adenin, guanin, stozin, timin, urasil. Bu nuklein turşularında rast gəlinən azotlu əsaslardır. Bu azotlu əsaslarda urasil RNT molekulunda rast gəlinir nuklein turşusunda. Timin isə yalnız DNT molekulunda. Lakin adenindir, guanin, stozin hər ikisində rast gəlinir. Yəni adenin azotlu əsası, guanin azotlu əsası və stozin azotlu əsasları həm DNT-də, həm RNT-də rast gəlinir. Timin azotlu əsası isə yalnız DNT molekulunda, urasil azotlu əsası isə yalnız RNT molekulunda rast gəlinir. Orta fosfat turşusu qalığı isə hər ikisində eynidir. Yəni bir ədəd orta fosfat turşusuna qalığına malikdir. Burada indi biz dedik ki, hər bir nuklein turşularının monomerləri nukleotiddir. Düzdürmü? Və burada şəkilə diqqət yetirsək, nuklein turşularının azotlu əsaslarının tərkibində olan bizə testlərə düşə bilər ki, onların tərkibində olan oksigen atomu. Şəkilə diqqət yetirsək, stozin azotlu əsası, guanin azotlu əsası. Bax, şəkil indi mən tam göstərim, bu stozini göstərir. Stozin azotlu əsasına diqqət yetirsək, stozində bir ədəd oksigen var. Guanin azotlu əsasında da yenə bir ədəd oksigen. Diqqət yetirək, bax, bir ədəd oksigen. Adenin azotlu əsasının şəkli budur. Adenin azotlu əsasında oksigen yoxdur, sıfırdır. Adenin azotlu əsasında. Lakin urasil, bax, bu urasil azotlu əsasıdır. Diqqət yetirək şəkilə. Urasil azotlu əsasında 2 ədəd oksigen var. Daha sonra bu tərəfə şəkli çevirsək, timin azotlu əsasında da 2 ədəd oksigen var. Deməli, yekunlaşdıraq. Timin azotlu və urasil azotlu əsaslarında şəkilə diqqətdən yetirsək 2 ədəd oksigen atomu var. Adenin azotlu əsasında oksigen yoxdur, sıfırdır. Guanin və stozin azotlu əsasında isə hərəsində 1 ədəd oksigen atomu var. Biz bayaq demişdik ki, guaninlə adenin ölçüsü böyükdür, düzdürmü? Və şəkilə də diqqət yetirsək, onlar 2 disiklik quruluşdan ibarətdir. Lakin timindir, stozindir, bir dənə pentozadan ibarət. Amma burada görürsünüzmü, disiklik quruluş 2-dir, böyükdür. Ona görə guanin azotlu əsaslarının ölçüsü adeninə bərabərdir və onların ölçüsü böyükdür timin və stozin azotlu əsaslarından. Lakin mən indi də adını çəkdiyim azotlu əsası idi. Lakin bizə testlərdə çaşdırmaq üçün suallar düşə bilər. Məsəl üçün suala düşə bilər ki, adenin nukleotidində oksigen atomu yoxdur. Bax, bu fikir yanlışdır. Adenin nukleotidində burada qeyd eləsək, adenin nukleotidi, burada azot əsası adenindir. 5 karbonu, məsəl üçün DNT molekulunda götürsək, dezoksiribozadır. Burada H3PO4-dür. Burada adenin nukleotidi. Bax, bunun üzərinə yazıram, adenin nukleotidi. Adenin nukleotidini nə əmələ gətirdi?
1 ədəd adenin azot əsası, 1 ədəd məsəl üçün dezoksiriboza, 1 ədəd orta fosfat turşusu qalığı. Ona görə adenin nukleotidində oksigen atomu var və burada karbonatda var oksigen, orta fosfat turşusunda oksigen olduğuna görə deyirik ki, adenin nukleotidində oksigen atomu var. Azotlu əsas dedikdə, müəllimlər, bax, yalnız bu hissəni nəzərə alın. Bax, bu hissədir. Mavi ilə göstərilən hissədir azot əsası. Yox, nukleotid dedikdə mütləq şəkildə bu 3 hissənin 3-ü də olmalıdır. Yəni, bir dəqiqə, nukleotid dedikdə bu 3 hissənin 3-ü də olmalıdır. Amma azotlu hissəsi dedikdə bir hissəsi olur. Davam edirik və burada dedik ki, biz azotlu əsaslardan əlavə karbohidratları var. Məsəl üçün, yadınızda qalsın, sitozin, guanin, adenin azotlu əsasları həm DNT-də rast gəlinir dedik, həm erintide. Və bunlar DNT-nin tərkibində olan sitozin nukleotidi, erintinin tərkibində olan sitozin nukleotidindən nəyinə görə fərqlənir? Yalnız karbohidratına görə. Bax, bu hissəyə görə fərqlənir. Çünki sitozin, DNT-də olan sitozin nukleotidində karbohidrat dezoksiribozadır. Lakin sitozin erintide olan sitozin isə nukleotiddən danışıram. Nukleotidində isə karbohidrat nədir? Ribozadır. Deməli, sitozin, guanin, adenin nukleotidləri DNT və erintide bir-birindən nəyə görə fərqlənir? Karbohidrat əsasına görə. Lakin yadımızda saxlayaq, timin və urasil. Timin yalnız DNT-də idi və timin nəyə görə fərqlənir? Həm karbohidratına görə, həm də azotlu əsasına görə. Çünki timin nukleotidini nə əmələ gətirir? Timin azotlu əsası dezoksiriboza H3PO4. Urasil erintidədir. Erintide də onu əmələ gətirir urasil azotlu əsası, karbohidrat və orta fosfat turşusu qalığı. Yəni, timin və urasil həm karbohidratına görə, həm də azotlu əsasına görə bir-birindən fərqlənmiş olur. Bundan başqa DNT molekulunda biz dedik ki, DNT və erintə var idi, nuklein turşuları və bir-birindən bunların fərqli cəhətləri nədir? Dezoksiribonuklein turşusu DNT 2 zəncirlidir. Bax, bu hissəyə baxsaq 2 zəncirlidir. Ribonuklein turşusu isə 1 zəncirlidir. Və yadınızda qalsın, DNT-də olan nukleotidlər adenin, timin, sitozin, guanin. Erintidə olan azotlu əsaslar və yaxud da nukleotid növü adenin, timinin əvəzinə olacaq urasil, sitozin, guanin azotlu əsasları vardır. Nə zaman adenin nukleotid olur? Bu 3 hissənin 3-ündən də təşkil olunarsa, bax bu 3 hissədən də ibarət olarsa adenin azotlu əsası, onda karbohidratdır. Yəni nukleotid hesab olunur. Bundan başqa DNT molekuluna hüceyrədə harda rast gəlir? DNT molekuluna hüceyrədə eukariot hüceyrələrdə, yəni nüvəsi olan hüceyrələrdə, nüvədə, mitoxondridə, xloroplastlarda rast gəlinir. Lakin prokariotlarda isə DNT molekuluna yalnız sitoplazmada rast gəlinir. Erinti isə bir zəncirli olubdur. Yenə erintidə də 4 növ azotlu əsası var, 4 növ nukleotid vardır. Erintidə harada rast gəlinir hüceyrədə? Nüvədə, mitoxondridə, xloroplastda, hətta sitoplazmada da rast gəlinir. Amma DNT sitoplazmada DNT-yə rast gəlinmir. Lakin prokariotlarda həm DNT-yə, həm erintiyə onlarda nüvə və mitoxondrilər, orqanoidlər olmadığına görə hər ikisinə sitoplazmada sərbəst halda rast gəlmək mümkündür. Davam edirəm və DNT molekulunda yadınızda qalsın. H3PO4 ilə, yəni orta fosfat turşusu ilə, bax bu şəkildəki F ilə P arasında, bax bu hissəni deyirəm, olan kovalent rabitələrinin sayını bizdən soruşulsa və 2M
çıxaq 2 düsturundan hesablayırıq. Yəni DNT molekulunda H3PO4 ilə pentoza arasında pentoza da yaza bilər, karbohidrat da yaza bilər, dezoksiriboza da yaza bilər, fərqi yoxdur. Onlar arasında olan kovalent rabitələrin sayını tapmaq üçün 2n çıxaq 2 düsturundan istifadə edilir. M burada nəyi göstərir? DNT molekulunda olan nukleotidlərin sayını göstərir. Və DNT molekulu dedik ki, 2 zəncirdən ibarətdir. Bir zəncirin uzunluğu, DNT molekulunda bir zəncirin uzunluğu 0,34 nanometrə bərabərdir. Bizdə molekulda versə fərqi yoxdur. Zənciri, yəni bir zəncirə uyğun hesablayırıq. Bir zəncirin uzunluğunu bax bu hissəyə görə, bir tərəfinə görə hesablayırıq. Biz bilirik ki, DNT molekulu 2 zəncirdəndir, düzdürmü? Bizdə molekulda versə götürüb hər iki zənciri hesablamırsınız. Yalnız bir zənciri götürürsünüz məsələ şərtində. Yəni məsəl üçün ümumilikdə deyirəm ki, belə bir misal deyim sizə. DNT molekulunda məsəl üçün 2000 nukleotid var. Düzdürmü? 2000 nukleotid varsa, bunun 1000-i bir zəncirdədir, 1000-i digər zəncirdədir. Və desək ki, DNT molekulunda zəncirin uzunluğu nə qədərdir? Mən 2000-i 0,34 nanometrə vurmalı deyiləm. Elə 2000-i 1000-ə vuraram, 0,34-ə vuraram. Bununla da DNT molekulunda zəncirin uzunluğunu tapmış olaram. Mütləq şəkildə diqqət yetirək. Və DNT molekulu yaranan zaman hər zəncirdən, yadınızda saxlayın ki, n çıxaq bir qədər su ayrılır. Hər zəncirdən n çıxaq bir qədər su ayrılır. Molekulda isə bunları hesablasaq, n çıxaq 2 qədər su ayrılır. Yenə bir misal deyəcəm. Məsəl üçün, DNT molekulunda 300 nukleotid varsa, yəni burada cəmi 200 nukleotid varsa, nukleotid hansılardır? Bax, bunlardır. Bunlar bir nukleotiddir, bu bir nukleotiddir. Misal üçün deyirəm. 200 nukleotid varsa, nə qədər DNT molekuluna su ayrılır? Mən 200-dən 2-yi çıxaram, eləyər 198 mol su ayrılmış olur. Həmişə molekulda suyun miqdarı nukleotidlərin sayından 2 dəfə az olar. Və yaxud da zəncirdə desə, yəni molekul 200-dən ibarət idisə, bunun 100-ü bir zəncirdir, 100-ü bir zəncirdir. Mən 100-dən 1-i çıxaram, eləyər 99 molekul su. Bir zəncirdə 99 molekul su. Bir zəncirdə tapmış olarıq.